Bəzi insanların ibadəti bilirsiniz necədir? Bir ömür xəlq olunduqlarına görə təşəkkür eləmək üçün ibadət edirlər. 50 il, 60 il. Hey gözləri keçmişdədir ki, minnətdaram ki, məni xəlq etmisən, məni var eləmisən. Var olmaq az şey deyil. Mən var olmasaydım, mən yox idim da, yəni heç kəsin zehnində mənim adda bir adam yox idi, təsəvvür eləyin. Hər bir adam burada oturub özünü təsəvvür eləsin ki, zehinlərdə onunla bir iz yox idi, yoxluq idi, yox idi. Bu var olma feyzindən bəhrələnə bilmirdi. Xəbəri yox idi ki, dünya var, axirət var, Allah var, Peyğəmbər var, Əli var, İmam Hüseyin var. Heç nədən xəbərsiz. Yəni mən yoxam, var olmamışam. Bu var olma nə böyük neymətdir ki, insan bir ömür 50 il, 60 il, 70 il ona görə təşəkkür eləsə yeri var. Bəzi adamın ibadəti sadəcə keçmişə təşəkkür eləməkdir.